Salam gençler, bugün mən sizə temel kavramlar üzərindən gedirəm hələ ki. Mat 1-dən ardışıq sayılar, onların toplanması dərsini deyəcəm. Bunu əslində biz dim sistemində 9-cu sinifdə öyrəndiyimiz ədədi silsilələrdir. Bunun kimi fərz edə bilərsiniz. Təbii ki, ədədi silsilələr daha geniş bir anlayışdır. Teori sistemində isə ardışıq sayılar konusu sadəcə elə düsturlar, formullar hissəsi lazımdır. Onun gerisi isə mat 2-də qaldı və demək olar ki, yəni imtahan ümumiyyətcə düşmür. Demək, konumuzun adını qeyd eləyək. Ardışıq sayılar. Ardışıq sayıların toplanması. Dediyim kimi, silsilələr dərsin geniş bir şəkildə dim dərsləri üçün təbii ki, sıradan çəkəcəm, amma da xırda, yəni yararlanmaq istəyənlər də buradan baxa bilərlər. Onlar üçün də faydalı ola bilər misal nümunələri. Demək, gənclər, ardışıq sayılardan söhbət gedəndə birinci bildiyimiz sayma sayıları 1 artı 2 artı nöqtə n-ə qədər ədədlərin cəmini hesablayanda bunun formul olaraq n sayda sırada hədd var, n vurulmuş, n artı 1 bölünmüş 2. Əvvəl formullar verəcəm, sonra misal tətbiqlərini göstərəcəm. Yanına misal nümunəsi yazsaq tutaq ki, 1 artı 2 artı nöqtə düşün 17-yə qədər gedib. Demək, sən nə edəcəksən? 17 götürürsən, 18 götürürsən. Yəni, 1 artırdın, böl 2. Standart uşaqlar. Hamısını yadda saxlamaq çətindir, vaxt gedir. Mən başqa üsullarla elə bilirəm. Bacarına baş qurban, hesablamaq çox sürətli olan uşaqlar var. Bu dərsi həm də sizə IQ-də lazım olacaq uşaqlar. Yəni, bununla ixtisar aparım. 9 vursam 3, 6, 153 eləyəcək. IQ-də də çox önəmlidir bunlar. Sonra cütlər geçsək uşaqlar. 2, 4, nöqtə, 2, n formatındadır biz bilirik cütlər sayısı. Burada da n vur, n artı 1 ilə hesablanır. Təbii ki, bunu başqa alternativlə də eləyə bilərsiniz. Uşaqlar, düsturun çıxarılışını deyim. Baxın, hər bir həddən 2 vurğunu parantez dışına alsam, 1 artı 2 artı nöqtə 2-nin ikisini çıxarmışam. N qaldı mı? Birinci formula əsasən bu hissənin qiyməti. Demək, öndəki 2-ni yazıram, ondan işim yoxdur. N artı 1 bölünmüş 2 ilə hesablanarmı? 2-lər buradan gedib, əlimdəki bu düstur qalarmı? Qalar. Yəni, bu forma ilə də hesablaya bilərsiniz. Məsələn, yəni dediyim kimi, eyni bir misalı 2, 4, nöqtə 40-a qədər gəlib tutaq ki, düsturla hesablamaq istəsəz, sonuncu həddi 2-yə nə bərabər eləyirsiniz? N-imizin qiyməti buradan çıxır 20. Sən də gətirib qoysan, 20 vur 21 yazmalısan. O da sənə 2, 420. Bu belə. Ya da ki, dediyim kimi 2-ni parantez dışına alsan, 2 nöqtə 20 eləyər. Sən bilərsən ki, 2 vurulmuş 20 qədər ədədlərin cəmi də 20, 21 bölünmüş 2-dir. Ki, onu yadda saxlamaq daha asan gəlir. Yəni, düsturu, formulu. Buna görə dedim, 420 bu formada hesablaya bilərsiniz. Bu da belə gənclər. Sonra keçək növbəti düstura. Ardıcıl təklərdən geçsək, 1, 3, nöqtə, ardıcıllar 2n çıx 1 formatındadır. Bərabərdir n kvadratı kimi hesablanır. Bunun tətbiqi necədir? 1 artı 2 artı nöqtə. Tutaq ki, uşaqları yazmışam. 15-ə qədər ədədləri. Ay, burada 2 deyil, təklər yazaq. 1, 3, 5, nöqtə. Bu da buradan bərabərdir 15-ə qədər. Sual verəcəksiniz ki, biz bunun ardıcıl təkcüdlər və yaxud necə olduğunu, hansı düsturu hara tətbiq elədim, haradan biləcəm? Elə misalın bu hissəsinə baxanda fikir verəcəksiniz. Görəcəksiniz ki, 1, 2, 2 ədədlər necə fərqlənir? Ardıcıl gedirmi? 2 kimi gedir? Təklərin ardıcılı da gedir. Oradan görəcəksiniz. Yəni, sıxıntı yoxdur. Uşaqlar, bu 15 dediyimizi nəyə bərabər eləyirik? 2n çıx 1-i bərabər eləyirik 15-ə. N də buradan bərabərdir. 8 verdi. Demək, bizim misalımızın cavabı da 8-in kvadratı. Yəni, 64 verəcək. Bu formada da hesablaya bilərsiniz. Bu belə. İndi, keçdik. Bəs bu şeylər ardıcıl deyil. Məsələn, burada nə demək istəyir? 1, 2 ardıcıllar neçə fərqlənir? 1. Bu arada bunlara dair xüsusi misal tipləri var, artımlar və azalmalara dair. Onu ayrıca bir videoda xüsusi olaraq çəkəcəm. Məsələn, yəni o başqa bir şeydir.
Burada 2-2 artım gedir. Məsələn, cütlər 2-2 fərqlənir. Ardıcıl təklər 1-1 fərqlənir. Ardıcıl təklər də 2-2 fərqlənir. Təklərlə cütlər 2-2-dir, ardıcıllar isə 1-1 fərqlənir. Elə deyil? Bəzən aradakı fərqlər daha fərqli qiymətlərlə fərqlənir. Məsələn, -4, -4, 5, 5, 6, 6 gedər. Bu zaman bu misalların hesablanmasında başqa bir anlayış gəlir. Terim dediyimiz şey uşaqlar hədd deməkdir Azərbaycanda. Məsələn, mən indi bunu bir dənə giriş eləyim, dim sistemi ilə izah eləyim, eyb yox. Məsələn, A1, A2, üstəgəl nöqtə, AN. Bu sıradır, elə deyil, sıranın cəmi. Biz bunu dim sistemində nə ilə hesablayırıq? Nə deyirik? Sıranın cəmini S ilə işarə edirdik, elə deyil. Göz gördü buna terim, toplum deyilir. Terim, toplum. Qısaltma üçün mən bunu T kimi yazacağım. Oldu. Buradakı hər bir həddə A1, A2, A-nə terimlər deyilir. Azərbaycanca hədlərdir. Onların sayını hardan bilirəm? Yerləşdiyi numaralar indekslərində yazılıb. Yəni buradakı n neçə hədd olduğunu göstərir. Neçənci hədd olduğunu ya da ümumiyyətcə sırada neçədən hədd olduğunu göstərir. Buna terim sayı deyilir. Terim sayı. TS ilə işarə eləyək. Bir də artış miqdarı. Bizə silsilənin fərqi deyirdik, D ilə işarə eləyirdik. Buna silsilə fərqi deyirdik. Türkçədə isə buna artış miqdarı. Artış miqdarı. Tapılma qaydası da hər sonraki həddən öncəkini çıxmaqla tapılır uşaqlar. Məsələn, bu formada. Tapa bilərik. Misal örnəyi yazanda daha yaxşı yadda saxlayırsınız. Biz terim sayını tapanda, terim sayı ilk eləyəcəyimiz şey artış miqdarını tapmaqdır. O heç. Bu formulla tapdınız. Terim sayını tapanda son terim çıx ilk terim bölünmüş artış miqdarı artı 1 düsturundan istifadə edirsiniz. Yəni biz bunu dim qarşılığı n bərabərdir a n çıx a1 bölünmüş d artı 1 formulu ilə görmüsünüz. Sonra uşaqlar terim sayını tapdıqdan sonra terim toplum. Bu da bərabərdir. Terim toplumu tapanda son terim çıx artı ilk terim. Bunun alternativləri var dediyim kimi, amma ehtiyac yoxdur. Siz sadəcə bunu bilin. Vurun terim sayına. Yəni biz dim sistemində S bərabər SN yazırdıq buna. Son terim artı ilk terim bölü 2 vurulmuş n formulu ilə görmüşsünüz. Bu formada olur. Misal örnəyi yazaq. Məsələn, örnək. Məsələn, tutaq ki 5, 6, 10 artı 15 artı nöqtə 35 artı 40 yazılıb. Belə bir soru yazılıb. Bunu iki cür işləyə bilərsiniz. Terim sayı ilə hesablayaq. Terim sayı ilə birinci üsul. Demək, birinci üsula görə terim sayı neçədən ədədi var? 40-dan çıxacaqsa son terim çıx ilk terim. Böl 5. Böl artış miqdarı neçədir uşaqlar? 5, 5. 5-ə böləcəksiniz. Üstünə gələcəksiniz 1. Cavab eləyəcəksiniz 8-dən. Elə deyil. Terim toplum, yəni sıradakı hədlərin hamısının cəmini tapanda da 40 üstə gəl 5 bölünmüş 2 vur 8, 45 vur 4 eləyəcək. Cavab da 180. Bu birinci üsul. Tamam mı? İndi ikinci üsulla işləsək. İkinci üsulla işləsək, hər biri 5-ə bölünür. Elə deyil, mən 5 parantez dışına çıxarsam nə qalır? 1, 2, üstə gəl 3 nöqtə nə qalacaq? 8. Cavab da 5. 8-ə qədər ədədlərin cəmi də ilk düsturu zaten hamı yadda saxlamaqda rahatlıq, yəni çətinlik çəkmir. Bununla bu getdi 4. 20 vur 9-da yenə 180 eləyir. Bu formada hesablaya bilərik. Yaxşı. Qeyri-adi başqa heç bir üsul, heç bir qaydası yoxdur uşaqlar. İndi misallar, örnəklər üzərindən göstərək. Örnəklər üzərindən gedək. Örnək olaraq baxaq görək burada nə var. Formul ardıcıllar da elə deyil. Ardıcıllarda nə dedik? Ardıcıllarda son terimi götürürsən 29 30 böl 2. O da 29 vur 15. O da 290 artı nə verir bizə? 5'ə vuracağım. 5 4 145 toplayanda 5 3 cavab deyil 435. Cavab A variantı. Bu belə. Ardıcıldır. Baxın, buradan baxırsınız. Ardıcıllardır. Ardıcıl x, x artı 1
bölü 2 bərabərdir 231-dir. Mən bunu x artı 1 bərabərdir 2-ni çarpaz vuracam, amma vurmuyorum uşaqlar. 231-i bir dənə vuruqlara ayıracam burada. 3-ə bölünür. Elə deyil, rəqəmlər cəmi 3-ə bölünür. 3-ə bölünür, 7, 7 düşər, 7, 11 düşər. Demək bu 3 vur 7 vur 11 deməkdir. Bundan da ardıcıllıq düzəltmək istəsəm, bu ikisi 21 verəcək. Bundan bu da 22 verəcək. Demək x-in qiyməti 21 imiş. Cavab Y variantı. Sonra kəsirli misallarda nə edirsiniz? Payları, yəni məxrəcləri, paydaları eyni olanları bir qruplaşdırın. Götürün paylarını toplayın, yazın sürətə. Yəni sürətlərini toplayın. Yazın 1, 3, nöqtə, 19-a qədər. Artı 3 olanları da 1 götürsək, 3'ü saxladım. Uşaqlar 3'lərə fikir verin. 3'ləri də bir qruplaşdıracağım. Bunların da yuxarıları 2, 4, nöqtə, nəyə qədər? 18'ə qədər ediləcəm. Buradan baxsaq, görə 1, 3, 19. Demək, ardıcıl təklərdir, elə deyil. Təklər olanda 19'u bax, 2 n çıx 1'ə bərabər eləyirsiniz. Qiyməti 10 idi və cəmidə n kvadratı ilə hesablanır, elə deyil. Ona görə yuxarısı 100 verdi. 100 böl 2 artı. Burada isə 2, 4, 18'dir. 18'i də 2n'ə bərabər eləyirsiniz. Bax, bunun tapılması n kvadratı idi. Bu n plus 1 idi yuxarısı. Yəni, burada n-i 9 tapandan sonra gətirib yazırsan 9 vurulmuş 10 və salam. Birincisi verir 50, ikincisi verir 30, cavab verir 80, cavab B variantı. Bu belə. Burada dediyim kimi 2'ni parantez dışına da çıxarıb hesablaya bilərsiniz ya da son termi 2'nə bərabər eləyirsiniz. N'in qiyməti 15 olar. Misalda 15 vur 16 olar. 15'i də 16'ya vuranda o da bizə nə verəcək? Demək 160, 5'i də 16'ya vuranda 80, toplayanda 240, cavab C variantı verəcək. Bu belə. Gəldik bura. Yuxarısı 1, 2, 3 ardıcıllar gedir. Demək 40 vur 41 böl 2'dir. Aşağıda isə cütlər gedir. Cütlər gedəndə bunu 2'nə bərabər edir. N'in qiyməti 15 çıxırdı. Cavab da n plus 1 idi. 15 vurmuş 16 qaydası idi. Buradan ixtisarlarımızı aparsaq, bununla bu gedəcək 20 qalacaq. 20'nin 5 ilə bu gedəcək 3 qalacaq. Burada 4 qalacaq. Bunun 4'ü bunu aparacaq. Cavab da 41 böl 12 olacaq. Cavab da Y variantı. Bu belə. Gəldik bura. Burada təklər imiş burada. 57 nə? 2n çıx 1'i 57'yə bərabər eləyirəm. Bu da 2n bərabərdir 58'ə, n bərabərdir 29'a. Yəqin ki o da 8, 11 eləməz. 9, 81 ilə bitəcək. Bu da n'in kvadrat. Sor. Cavab 29'dur. Bu da n'in kvadratı verməliydi. Elə deyil. 29'un da kvadratı 29 vur 29. 9 vur 9 81 1 8 18. Desəz müəllim, mən niyə bilmirsiniz əzbər? 25'ə qədər. Gerdə qalanları gərək duymadığım şeyi beynimdə tutmuram. 18, 8 də yadda 26, 8, 4, 5, 1. Profesiyada düşü bu çıxdı da. Çıxmadı. Bu çıxdı. 1, bundan bu getdi. Cavab da D variantı. Bu da belə. Burada uşaqlar 1, 3, 5 ardıcıl təklərdir. Demək ki, bu da bir şeyin kvadratı. Bura bu nə idi? X-imizin qiyməti nəyə bərabərdir? 2n çıx 1'ə. Və 2n çıx 1'ə bərabərdir. Cavab da n kvadrat idi. Demək, buradan çıxır ki, n 19'dur. Tamam mı? 161 19'un kvadratıdır. Demək, bu 19'dursa, daha doğrusu n'imiz 19'dursa 2 vur 19 çıx 1. Cavab da 37 iləcək. Cavab D variantı. Bu formada işləyəcəyiz uşaqlar. Bu belə. Gəldik buraya. Burada özü hazır verib. Bu 241 21'in kvadratıdır. Elə deyil. Bu n'in kvadratı idi də. N'imiz hazırdır. Elə onu istəyirmiş. Bu da belə. Gəldik bu tipli sorulara. Bu tipli sorularda uşaqlar sırada neçədən hədd olduğuna birinci diqqət eləməlisiniz. Baxın, 2-dən başlayıb 21'də bitibsə, əgər 1-dən başlayıb 21'də bitirdirsə, deyəcək 21 dənədir. Amma 2-dən 21'ə qədər 1 olmadığından ki, 20'dən hədd var. Qruplaşdırma eləsən, baxın, cüt. Neçədən qruplaşdırma olacaq? 20 dənə adam var, düşünün, 2 qruplaşdırırsa 10 dənə qruplaşdırma olacaq, elə deyil. Hər biri də 1 verəcək. 10 dənə 1 alınacaq. Bu belə. Bir də nəyə diqqət eləyək? Məsələn, mən burada
birdən başlasaydım, amma qrupda 21 nəfər olacaqdı da. 1 nəfər kənarda qalacaqdı. Misalın bu hissəsini hesablayacaqdınız. Bura nə verəcəkdi sizə onda? 1 -2 hər 2 qruplaşdırma -1 verəcəkdi. 10 dənə -1 olacaqdı. Mənfi fond. Misalın da cavabı 2-də 11-ə gələcəkdi. Yəni diqqətli oluruq, yaxşı? Sadəcə belə göstərmək istədim. Sıradakı hədlərin sayına diqqət etmək lazımdır. Bir saniyə bunu həll eləmişdik axı. Qoyun bunları belə elədik. Cavab 10 vermişdi bu formada. Gəldik bura. Burada hər bir hədd neçə fərqlənir? 8 fərqlənmə var, elə deyil. Terim sayını tapmaq istəsəm 81 çıxılmış 33. Artış miqdarı 8 artı 1. Çıxanda 48 böl 8 6. Üstəgə 7 dənə. Terim sayı 7 oldu. Terim toplumu tapmaq istəsəm. Bu arada öncəsini də tamamlaya bilərik. Amma bu misalda heç tamamlamağa ehtiyac yoxdur. Göstərəcəm tamamlama metodunda. Son terim üstəgə ilk terim bölünmüş 2 vurulmuş terim sayı bu formada eləyə bilərik. Bunu da toplayanda 4 11 bax bu formada 2 vur 7 bunu da ona bölsəm 57 vur 7 sonu 9 ilə bitən bir şey olmalıdır. Demək ki bu uşaqlar mən heç vaxt hesablamaları bu şəkildə dərin eləmirəm. Son rəqəmlərlə işləyirəm. Bu yaxşı bir metoddur. Özünüz üçün tətbiq eləyin. Yəni tənbəl insanların tənbəl metodları olur. Sonra gəldik bura. Uşaqlar baxın burada bunun üstündə əslində ehtiyac yoxdur. Terim sayını da hesablaya bilərsiniz. Amma mən sizə əlavəni göstərmək istəyirəm. Yəni bəzi misallarda əlavə etmək daha optimaldır. Baxın, ardıcıl ədədlərdə elə deyil. Necə ədədlər? Ardıcıl cüt ədədlər daha doğrusu. Nə çatışmır öndə? 2 2 çatışmır da. 2 4 6 çatışmır. Elə bunu özümdən əlavə eləsəydim, normalda misalın sonunu 2-nə bərabər eləyib, n-imizin qiyməti nə çıxacaqdı? 21. Misal da 21 vur, yəni n vur n plus 1 deyil, 21 vur 22 olacaqdı, elə deyil. Üsyo da, amma mən nə qədər özümdən əlavə eləmiş oluram, nə qədər çatışmır? 2-dən 6-ya qədər olan hissə çatışmır, elə deyil, yəni 2, 4, 6 çatışmır da. Bunu qaytarıb mən buradan neyniyəcəm? Bir saniyə. 2, 4, 6 çatışmır, yəni 12 çatışmır. Qaytarıb 12 çıxacam. Vuranda son rəqəm 12. Bu mən nə verəcəkdi? 2200, demək, ona vuracam. 2, bir saniyə. 22-ni 20-yə vursam 440, üstünü də 462 çıx 12, 450, cavabda C variantı bu formada işlənəcək. Bu belə. Sonra gəldik bura. Baxın, 1-də başlayıb 40-da bitib yenə cüt saydadır. Demək ki, yəni qruplaşdırma metodudur. 2 qruplaşdıracaq. Hamısı nə verəcək? -1. Neçə qruplaşdırma olacaq? 40 ədədli 2 qruplaşdırdım. 20 qruplaşma. Hər birindən -1 verdiyinə görə cavab eləyəcək -20 bu formada. Buradan B-dən A-na çıx deyəndə mən bunları hesablayıb çıxmayacağam. Fikir verin, aşağıdan yuxarını çıxanda, yenə dediyim kimi, burada bir dəfə diqqətli olmaq lazımdır. Atıram burada, məsələn, 11 çıxıl vurulmuş 23 verir. Hətta bu verilməz, bu verirlər. Uşaq elə bilir ki, aşağıdan yuxarı oldu. Amma oradakı saya diqqət etmək lazımdır. Bax, buradan bura. İndi neyəcəm? Biri ortaq vurub parantez dışına çıxararaq işləyəcəm. Məsələn, 2-ni çıxaracam, 5 çıx 4 olacaq. Üstəgə, məsələn, 3-ü çıxaracam. Hər ikisində 3 var, görürsən. Elə aşağıdan yuxarını çıxıram da. Bu da 7 çıx 6 olacaq. Üstəgə nöqtə 10-u çıxaracam. 21 çıx 20 olacaq. İndi bunların bütün parantezlər 1 verdiyinə görə bunlar getdi. Düşünün. Nə qaldı? 1 artı 2 artı 3 nöqtə 10 qaldı. Cavab da 10 vur 11 bölünmüş ki ardışıqlara görə. Cavab da eləyəcək 55. Cavab 55 A variantı. Bu belə. Sonra gəldik bu suala. Bu suallarda baxın, belə bir şey deyim. İstər geometri işləyirsiniz, istəyirsiniz mat işləyir. Geometri işləyəndə kvadrat gördünüz, ağlınıza nə gəlir? Pisagor gəlir. Elə deyil. Mat da işləyəndə ağlınıza kvadratlarla əlaqəli bir şey görəndə A kare minus B kare düsturunu. Yəni bunu görməyə çalışın. Bu məsələn mən burada 8-in əvəzinə 9 çıx 1, onun əvəzinə də 9 plus 1 yazacağam. Yaza bilərəm də. Məsələn 9-un əvəzinə 10 çıx 1, 11-in əvəzinə isə 10 artı 1. Nöqtə artı 22-nin əvəzinə 23 çıx 1, 24-dün əvəzinə 23 artı 1 yazacağam. Onda mənim bu misalım A-mızın qiyməti 9 kare çıx 1, 10 kare çıx 1, üstə nöqtə 23 kare çıx 1 formatına düşəcək. Bu formaya düşəcək. İndi
Bizdə burada axtardığım şeyə bir B deyim. Bu B olsun. Şöyle buradan 9 kare artı 10 kare üstə gəl nöqtə 23 kareni çıxardım önə. Mənfini atdım. 1 üstə gəl nöqtə birləri də yığdım bir dənə bir yerə. Mənə maraqlısı burasıdır ki, bu axtardığım B-dir. Çıxılmış. Bu birlərin sayı neçə dənə? 9-dan 23-ə qədər neçə dənə ədəd var? 23-dən 9-dan üzə neçə dənə ədəd çatışmır? 8 dənə ədəd çatışmır. Elə deyil. 23-dən 8 çıxsaz indi sizə nə qalacaq? 15 dənə ədəd. Demək burada 15 dənə 1 var imiş. Çıx 15. Demək A ədədim bərabər B çıx 15. Onda B ədədimiz bərabər A üstə gəl 15-ə. A üstə gəl 15. Cavab D variantı. Sonra baxaq. Burada bu normal standart misaldır. Aradakı fərq neçədir? 6-6-dır. Elə deyil. Demək, nə edəcəyik? Terim sayını görə tapmaq istəsəm 61 çıx 7 bölünmüş 6 üstə gəl 1, 54 9 üstə gəl 1, 10. Terim toplum sıranın sayını tapanda isə 61 artı son terim, ilk terim toplayıb 2-yə bölüb 10-a vururuq. Düzdür, çox sadədir. Birində prosto məxrəcdə artış miqdarıdır. Birində isə 2-dir. Orada bir diqqətli olmağa çalışın. Yaxşı. 68-i 2 34 vurun. O da 340 eləcək. Cavab Y variantı. Sonra bu tipli sorunu eləsəz, baxın, fikir verin. X ayrıca hesablamağınıza, formula hesablamağınıza ehtiyac yoxdur. Mən bunu tamamlama eləsəydim, məsələn 4, 5, 6, 7, 8, nöqtə nə qədər gedir, elə deyil. Baxın, bu hissə mənim nəyimdir? Y-imdir elə. Qaldı bu hissədə. Demək, X-dan Y-ni çıxsam, 1-dən 7-yə qədər nə qalacaq? 1, 2 üstə gəl, nöqtə 7-yə qədər edilən cəm qalacaq. O da 7 vur 8 bölü 2 elədi. Yəni 28 eləyirəm. Demək, X-dan Y-i çıxanda 28 verilmiş. Sistemə gətir. 2X buradan tərəf-tərəfə topla bunları. O da bərabərdir 2, 1, 8, 382. X da buradan bərabər 19, 1. Cavab C variantı belə olacaq. Sonra ardışıq tam sayılardır. Ardışıq tam sayılar arasındakı fərq nə idi? 1, 1 idi. Buna bir A desən, A artı 1 olacaq, A artı 2 olacaq, elə. Apar yerinə qoy. 4 vur A artı 2, üstə gəl, zeta A demişəm, bərabərdir. 2 vurulmuş, Y-yə A artı 1 demişəm, çıx 3. Vurub açacam, 4A üstə gəl, 8 üstə gəl A, bərabərdir. 2A üstə gəl, 2 çıx 1. 3. Bura verəcək 5A üstə gəl 8 bərabərdir 2A çıx 1-ə. Buradan 3A bərabərdir mənfi 9-a. A bərabərdir mənfi 3-ə. A-mız mənfi 3-dür. Bizdən kim istəyir? Y-ni. Y-yə də A plus 1 demişdik. Mənfi 3 artı 1. Cavab edəcək mənfi 2. Bu formada hesablanacaq. Bu belə. Gəldik ardışıq çiftdir. Çiftlər sözünə diqqət edin. Şu çiftlər 2-2 fərqlənir. Bu x-dırsa x plus 2-dir. X plus 4. Baxın, şifahi hesabla bilərsiniz. B-dən A-na çıxsam ardıcıldır da. Aradakı fərq nədir? 2. C-dən B-ni də çıxsam aradakı fərq 2-dir. Yəni yuxarı oldu 2 vur 2. Düşdüm aşağı. Aşağıdan 3-ü parantez dışarısına çıxardı. C minus A qaldı. X plus 4-dən X çıxırsınız. Yəni belə deyək də C-A-dan 4, 2 pilli o yanda olduğuna görə artış miqdarı 2, 2, 4 eləyəcək. Bu şey 4 verdi. 3 vur 4. O da 4 böl 12 ixtisar gedib 1 bölü 3 cavab B variantı bu formada işləyəcəksiniz. Ardışıq tək sayılardır. Təklər də cüt-cüt fərq. X plus 2, X plus 4 olacaq. Aparıb yerinə yazım. X yazacağım. X artı 2 yazacağım. Buna da X artı 4 yazacağım. Tənbəllik elədim. Silib təkrar yazmaq istəmədim. İndi ortaq məxrəcə gətirəcəm. X-da yuxarısı X minus 2 olacaq. Vurulmuş X artı 2 olacaq. Yuxarısı X plus 2 çıx 2 X verəcək. Aşağısı X plus 4 olacaq. Yuxarısı X artı 4 çıx 2 X plus 2 verəcək. Bərabər 1 bölü 3 verəcək. Buradan da götürsəm bunlar ixtisar gedəcək. Kim qaldı? X minus 2 bölü X plus 4 bərabər 1 bölü 3 qaldı. İstəyirsə aşağıdakı variantları bu nöqtədən sonra qoyun. Ya da ki içlər dışlar kuralına görə bunu çarpaz vururam. Çarpaz vuranda buradan alıram 3x minus 6 bərabər X plus 4-ə. 2x bərabərdir 10-a. X-in qiyməti də 5-ə. Cavabda yox. Stop. Tələsmirik. X bərabər 5. Bizdən B-ni istəyir. B X plus 2 demişdik. Cavab 7. Acələ etməyin, yaxşı. Sonra toplamlarında hər bir terim 2 artırılarsa toplam kaç artırırlar?
Uşaqlar, bu tipli suallar yəni nə demək istəyir? Hər bir həddi, məsələn, bu 2 artıracam nə olacaq? 8 olacaq, 13 olacaq, bu 18 olacaq. Gəlin bu 63 olacaq. Və sən bunu toplayacaqsan, tutaq ki, bu B-dir, elə deyil. B-ni tapıb, sonra B-dən A çıxanda nə qədər artım olacaq deyəcək. Bu sualı belə işləməyin. Bilirsiniz necə işləyin? Mantıqsal olaraq düşünün bax. Elə ki sırada neçə dənə adam var. Hamıya prosta sıradan 2 manat pul verəcəksən, elə deyil. Onda mən sıradakı deyirəm ki, adamlara onda nə qədər, yəni toplam mənim nə qədər ziyana getmiş olaram. Belə düşünə bilərsən də. Neyniyəcəm? Adamları sayacağam, 2-yə vuracağam, fisioda tapacağam da. Ekstra xərcləməmi tapacağam. Ona görə mən bir dənə terim sayını tapıram. Buradan terim sayı nəyə bərabərdir? 61 çıxı 6 bölünmüş. Artış miqdarı neçədir? Artış miqdarına bir dənə baxaq. 5 fərqlənir, elə deyil. Bölü 5 artı 1. 11, 11, 12. 12 dənə adam var. Mən hamısına ekstradan 2 manat artıq pul verəcəmsə, 12 vur 2, cavab eləyəcək 24 manat. Demək, 24 manat sizin yanındayam. Yəni, bu nə qədər artış var, bu deməkdir. Tamam. Hər tipdən göstərməyə çalışdım uşaqlar. Ümid edirəm ki, faydalı olacaq. Çox da belə wow bir dərs deyil, amma həmsə IQ-də lazım olacaq, həm də ki, matda sürətli hesablamalar üçün sizə lazım olacaq. Bu qədər, sağ olun.